Salam əziz şagirdlərimiz. Önceki videomuzda ədəd silsilənin 1-dən 40-a kimi tip sualları izahı vermişdim. Bu videoda isə 40-dan sonra gələcək sualların oxşar tiplərini izahı verəcəm ki, yenə şagirdlərin test yazan zamanı diqqətli olsunlar. Unutmayın, artıq dekabr gəlir, buraxılışa çox az vaxt qalıb, diqqətli olmaq lazımdır. Bismillah, 40'ı yazmışdım, 40 ilə 41 eyni, yazdım 42. Aha. Ne verir 42'de? 42 deyir ki bizə S21 bərabərdir 105'e. Əla və gözəl. Sonra verir ki bizdən A11'i tap. A11 bərabər sual. Bu sualın kitay variantı nədir? Elə birbaşa 105'i 21'e bölmək kifayətdir. 105'i 21'e bölündə düşür cavab 5. Yəni bu qəbul sualdır. Kapalı sual düşsə birbaşa yazsan 5. Amma açıq sual üçün nə edəsən? S21 bərabərdir 2A1 üzerine gel 20 deyib, böl 2 vur 21 beraber niye? 105'e. 105'e qəşəng yazaq, 105'e. 2'ni çıxartdıq, A1 üstə gəl 10 deyib. Böl 2 vur 21 bərabərdir 105'e. 2'lər getdi, A1 üstə gəl 10 deyib. İləyir A11 vur 21 bərabərdir 105'e. A11 de beraber niye? 5'e. Fikir verin. Her dəfə nə var burada? 21, 21. Düzdürmü? Və sonda da nə ardıq? 105 böl 21. Neçə oldu? 5. Yəni kısaca olarak elə 105'i bu 20'ye bölə bilərsiniz. Kısa variantı. Əla. Bu oldu 42'miz. Gözəl. İnanmıram ki başa düşdünüz. 42. 43, 44 eyni tipdir. Yazsın mənim 43'ü. Nedir 43 bizim üçün? Deyir ki Sm bərabərdir 2m vuraq m minus 1. Deyir ki 7-ci həddi tap. Sn nədir? İlk n dənəsinin cəmi. A7-dən soruşur. A7 nədir? 7 dənəsinin cəmindən 6 dənəsinin cəmini çıxırsan. S7 çıx hesab. A7 1, 2, 3, 4, 5, 6, 7. A6 1, 2, 3, 4, 5, 6. 6'sı gelir qalır nə? 7-ci. İndi burada yazıram ki S7. 7 deyəndə 2 vurulmuş 7. 7 çıxılmış 1. Bu da 14 vur 6 bərabərdir 84. Bir də S6'nı tapıram. 2 vur 6 6 çıx 1. Bu da 12 vur 5 bərabər niyə? 60'a. Onda A7 bərabərdir 84 çıx 60. Neçə? 24. Möhtəşəm. Möhtəşəm yuxu, əla. Bildik mi? İnşallah ki bildik. İndi yazırıq 45'i. 45. 45. Nədir 45'də? S9 bərabərdir 72. A5'i soruşur. Bayaqsı sualdan uşaqlar. Bax. 72 böl 9. Neçə? 8. Bu bunun kısa yolu. Bildik. İndi mənim həll yoluna baxsın. Bu hansı tip suallarda da 9 da gəl 1, 10, yarısı 5 bu tip suallarda. Bayaqsı sualda da bizə nə vermiş? 21 plus 1, 22 böl 2, 11. Aha. İndi həllinə baxaq. S19 bərabərdir. Bayaqsı sualda 2 A1 üstə gəl. S9 daha doğrusu. 1 çıxırsa 8D böl 2 vur 9 bərabər niyə? 72'ye. Yuxarıdan 2'ni çıxarsaq A1 üstə gəl 4D. Böl 2 vur 9 bərabər 72'ye. 2'lər getdi. A1 üstə gəl 4D. Nə eləyir? A5 vur 9 bərabərdir 72. A5 bərabərdir 8. Əladır. A5 neçə oldu? 8'ə. Möhtəşəm və gözəl. Əla. İndi gəldik neçəyə? 47'yə. 47. A3 üstə gəl. A4 üstə gəl. A5 bərabər niyə? 18'ə. Məndən A4'ü soruşur. Fikir verib bunun kısa yoluna baxaq. Kitayski. 3 plus 4 plus 5 neçədəndir? 3 dənə. Bərabərdir 12 böl 3 neçə? 4. Bu mənə nə verir? 3A4 bərabərdir 18, A4 bərabərdir 6. Bu vermək kitay yoluna. Aydın oldu bu. 3 dənəsi sayın. Götürsən qabağa 3.
və cəmlərini sayına bölürsən. 3A4 18, A4 neçədir? 6. Bu oldu bunun 2 tay yolu. İndi var orijinal həll yolu. A3 nə deməkdir? A1 plus 2'dir. A4 nə deməkdir? A1 plus 3'dir. A5 nə deməkdir? A1 plus 4'dir. Bərabərdir 18. Şimdi baxın. A1, A1, A1. A1. Neçə A1'liyir? 3A1 üstə gəl. 2D, 3D, 4D. Neçə? 9D. Neçədir? 18. 3'ü çıxartdıq. A1 üstə gəl. 3D bərabərdir 18. Bu da 3 vuraq A4 bərabərdir 18. A4 niyə bərabərdir? 6'ya. Gördünüz? Həmin sual, həmin cavab. 47. İndi gələk uşaqlar neçəyə? 48'ə. 48. Baxın 48 nə deyir bizə? Deyir ki S17 bərabərdir 34'ə. Yes. Mənə deyir ki qısaca A4 üstə gəl A10 üstə gəl A13 tap. S17 mən nə yazıram? S17 bərabərdir 2A1 üzərinə gəl 16'dir. Bölü 2 vur 17 bərabərdir 34. 2'ni çıxardırıq. A1 üstə gəl 8'dir. Bölü 2 vur 17 bərabərdir 34. 2'lər getdi mi? A1 üstə gəl 8 yeməyinə verir. A9 vur 17. 34 ise A9 neçədir? 2. Bayaq qısaca nə demişdim? 34 bölü 17. 2. Sıra məndən nə soçurdu? A4 plus A10 üstə gəl A13. 3 tane də ölü 3'ə vura bilərsən. 4, 10. 14 bu da 13. 27. 3'ə böləndə 3A9. Bu da 3 kere 2 6. Yəni A4 üstə gəl 10 üstə gəl 13 böl 3. 27 bölü 9 vermir. Say 3 tane də ölü qabağa say yazırsan. 3A9. Bu da 3 kere 2 6. İzahına baxaq necə gəldi. A4 üstə gəl A10 üstə gəl A13. A4 yazıram A1 üstə gəl 3'dir. A10 yazıram A1 üstə gəl 9'dir. A13 yazıram A1 üstə gəl 12'dir. Bu da bərabərdir 3A1 üstə gəl 3'dir, 9'dir, 12'dir. Üstə gəl 24'dir. 3'ü çıxardırıq. A1 üstə gəl 8'dir. Bu da olur nə? 3A9. Fikir verin. İsbatını gördünüz uşaqlar. Yəni bu altdakı isbat yuxarıdakının isbatıdır. 3A9 hardan gəldiyi. Əla. İndi 47'də yenə 3, 4, 5 ilir 3A4. 18 bölü 3 ilir 6. Qıtar getdi. 48'də yazdı 48'i. Düzdürmü? İndi yazır 49. Baxaq 49'a görə 49 bizə nə verir? 49 deyir ki A4 bərabərdir 12'yə. A7 bərabərdir 18'ə. İlk 10 hərfinin cəmini tap. S10. S10 nədir? A1 üstə gəl A10 bölü 2 vur 10. 1 üstə gəl 10 11. 4 üstə gəl 7 11. Yəni A1 üstə gəl A10 elə A4 üstə gəl A7'ni verir. Bu da 12 üstə gəl 18 bərabərdir 30'u verir. Bərabərdir 30 bölü 2 vur 10. 150. Neçə oldu? 150. Bu da gözəl sualdır. İndi baxaq 50'yə. 50. Nedir 50? Deyir ki
Ədədi silsən 7-ci əddir 21'dir. S7 bərabərdir 21'ə. Deyir ki, ilk 7 ədin cəmi 105'dir. Yox, deyir 7-ci əd 21'dir. A7 21'dir. İlk 7 ədin cəmi 105'dir. S7'nin neçədir? 105'dir. Deyir, birinci həddini və silsə rəqini tap. S7 bərabərdir. A1 üstə gəl A7 böl 2 vur 7. Niyə bərabərdir? 105'ə. Bu da A1 üstə gəl 21 böl 2 vur 7. Bərabər niyə? 105'ə. Düzdür. Bu 7 ilə 105'i bu dik sıra aparsaq olacaq burada neçə? 15. Elə birbaşa yazıram ki, bərabərdir 15'ə. A1 üstə gəl 21 bərabərdir 30'a. A1 niyə bərabərdir? 9'a. A7 neçədir? 21'in D-ni tapıram. A7 var. A1 var. Bunda A7 çıx A1 bərabərdir 6D'yə. Bunda 6D bərabərdir 21 çıx 9. 6D bərabərdir 12. D bərabərdir 2. D2 A1 9. Всё. 2 verin. Sağlığın gözəlliyi, sağlığın gözəlliyi. Sağlıq özü bizə hər şey deyir. Bu oldu 50. Növbət sağ. Bu 51 ait bayaq yazmışdıq. Yaxşı yazaq 51. Nə deyir? A1 mənfi 5,6'dır. A2 mənfi 4,8'dir. Deyir, neçənci həddi 16'dır. AN bərabərdir 16'ya. Əvvəl D-ni tapıram. D bərabərdir. A2 çıx A1. Mənfi 4,8 çıx mənfi 5,6. Bunda D bərabərdir 1,2. D-ni aldıq 1,2. D-ni tap. İndi A-ın bərabərdir. A1 üzərinə gəl. N çıx 1 D. A1 nədir? Mənfi 5,6 üzərinə gəl. N çıx 1 D. D nədir? 1,2. Bıraq 1,2 bərabər nəyə? 16'ya. İndi 1,2 vuraq. N-1 21,6'ya. N-1 18'ə. N də neçədir? 19. Bilir uşaqlar. N neçə oldu? 19. Neçənci həddidir? Yox, aran səhv yazdıq. 21,6. Deməli, elədi 1,2 aldıq D-miz. Düzdürmü? D-miz aldıq 1,2. Doğru. 5,6 çıx 4,8 çalır. 1,2 yox. Onda 8 deyir. Vay vay. 0,8. 0,8. Onda yazır ki A1'imiz nə uşaqlar? Mənfi 5,6. Doğru. Üzərinə gəl. N çıx 1 vur 0,8 bərabərdir 16'ya. Bunda 0,8 vuraq. N çıx 1 21,6. N çıx 1 bərabərdir 27. N də bərabərdir 28. Əla. Bildi, bura sənə verdi. 0,8. Əla. İndi növbət sual gəlsin neçə? 52. Nə deyir 52-də? Deyir ki, A4 üstə gəl, A5 üstə gəl, A16 üstə gəl, A17 bərabər niyə? 40'a. İlk 20 ədin cəmini soruşur. S20 bərabər sual. A4 yazıram kimi A1 üstə gəl 3D. A5 yazıram A1 üstə gəl 4D. A16 yazıram A1 üstə gəl 15D. A17 yazıram A1 üstə gəl 16D.
beraberdir 40'a. Neçə A birləyir? 4A1 üstə gəl. 3D, 4D, 15D, 16D. Bunların cəmi nə eləyir? 15, 16, 31. Bu da 7. Neçə? 38D bərabərdir 40'a. 2'ye bölürəm. 2A1 üstə gəl 19D bərabər neçəyə? 20'yə. Məndən ilk 20'nin cəmini soruşur. S20'ni. S20 bərabər 2A1 üstə gəl 19D böl 2 vur 20. Bu da bərabərdir 20 böl 2 vur 20. Bərabər niyə? 200. Şu. Əla. İndi bizdən nəyə soruşur? 53'ü. 53 gözəl suallardan biridir. 53. Yazır ki 53'e. Ayın bərabərdir 5n plus 7 böl 3. Ədədi silsədir. S4'ü tap. S4 nədir uşaqlar? A1 üstə gəl A4 böl 2 vur 4. Əvvəl A1'i tapıram. A1 bərabərdir 5 plus 7 böl 3. 12 böl 3 neçə? 4. Yine A4 tapıram. A4 bərabərdir 20 üstə gəl 7 böl 3. 29 böl 3 neçə? 9. Bərabərdir 4 plus 9 böl 2 vur 4. 13 vur 2 neçə? 26. Siyah. Gözəl sağlı. İndi yazaq 55'i. 55. 55 nədir? Deyir ki D bərabər 4'e. A12 bərabərdir 280. İlk 16'nın cəmini tap. S16 bərabər sual. Gözəl sualdır. Əvvəl A1 tapmalıyam. A1 bərabərdir A12 çıx 11'dir. Bunda bu A1 bərabərdir 280 çıx 44. 236. Düzdür. Neçə oldu? 236. İndi S16 bərabərdir 2A1 üstə gəl 15'dir böl 2 vur 16. Doğrudur. Onda bu S16 bərabərdir 2A1. A1'ni aldıq biz 236. 2 vur 236. D'miz nədir? D'miz 4. Üstə gəl 15 vur 4. 60 böl 2 vur 16. Bu da bərabərdir 472 üstə gəl 60 böl 2 vur 16. Düzdür. 472'nin üzərinə 60 gəlirəm. İliyə 532. Doğru. 532. 532'ni də bölürəm 2'yə. Vururam 2'yə. 16'ya. 532 bölünsün 2. Vurulmuş neçə? 16. Gözəl sual çalır. Bu sadəcə rəqəmləri biraz böyüdü. Başqa heç nə. O da buna cavab 4256. 4256. Всё. Eyvallah. Sonra gəldik 58. Nədir 58'də? Deyir ki 3 x plus 7 15. Ədəd silsilədir. Fikir A1, A2, A3. A1 üstə gəl A3 bərabərdir 2A2'ye. Yəni 2 vuraq x plus 7 A1, A3 3 üstə gəl 5. Neçə? 18'e. X plus 7 bərabər 9'a.
X de beraberdir 2'ye. Все. Bize neyi soruyor burada? X'i. Ne çaldık? 2. Sonra 60. 60 nerede? 4 nokta 895 904. Dihədlərin sayını tapın. A1 bərabər 4'e. D bərabərdir 904 çıx 895 bərabər niyə? 9'a. AN niyə bərabərdir? 904'e. Dihədlərin sayını tap. AN bərabərdir A1 üstə gəl N çıx 1'dir. Onda AN bərabərdir A1'imiz neçə? 4. Üstə gəl N çıx 1. D'miz 9. Bərabər niyə? 904'e. N çıx 1 vur 9. Bərabər 900'də. N çıx 1 100. N neçədir? 101. Əhsən və gözəl. Əla sağlığı. Uşaqlar, bu da oldu 60'a kimi izahlar. Da ardı sizlik daha da. Baxın, oxuyun, yazın. Hamısını keçəcəm bir-bir dərsdə.